Ramiz Mehdiyevin oğlu Fövqəladə Hallar Nazirinin müavini Teymur Mehdiyev sahibləndiyi Naxçıvanın Duzdağ mədənlərində böyük narazılıq yaradıb. Bir xəbər media Oxu 24-də istinadən xəbər verir ki, hazırda mədənlərdə çalışan fəhlələr işsizdir. İstehsal dayanıb, yerli duz bazardan yoxa çıxmaq üzrədir. Formal olaraq işlərin dayandırılması çökmə riski ilə əlaqələndirilir. Amma yerli sakinlər və mədən işçiləri deyir ki, bu risk sadəcə bəhanədir. Süni şəkildə yaradılmış ajitajdan başqa bir şey deyil. İşçilərin sözlərinə görə mədənlərdə vəziyyət tədricən böhran həddinə çatıb. Bir çox fəhlələr aylarla maaş almır, bir qismi isə məcburən işdən çıxarılıb. Aylardır maaş almayan işçilər var. Monopoliya uğrunda gedən mübarizədə biz fəhlələr qurban verilirik. Məlumata görə Duzdağda ən iri istehsalçı olmuş Naxçıvan Duz İstehsalı MMC bu ilin may ayında özəlləşdirmə tenderinə çıxarılıb. Rəsmi sənədlərə əsasən tenderin qalibi Şərq-Qərb Açıq Səhmdar Cəmiyyəti olub. Amma kulislərdə yayılan xəbərə görə bu şirkətin 96%-i Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur. Beləliklə, Naxçıvanın strateji iqtisadi mənbələrindən biri olan Duzdağ mədənləri də keçmiş prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ailəsinin nəzarətinə keçib. Hadisələrin gedişi göstərir ki, Mehdiyevin oğlu Duz mədənlərində süni narazılıq yaratmaqla Naxçıvanda yüzlərlə fəhləni ayağa qaldırmağa çalışır.